bugün sizlərlə quşlar sinfi haqqında olan mövzunu izah eləməyə çalışacağam. Deməli, gələk birinci quşlar sinfi haqqında ümumi məlumata. Quşların bədəni lələklərlə örtülüdür və ön ətrafları qanad adlanır, yəni qanada çevrilmişdir. Arxa ətraflarında isə pəncə lüləsi vardır. Bədən temperaturu, ümumiyyətlə bunlar quşlar və məməlilər istiqanlı heyvanlardır və məməllərə nisbətən bunların bədən temperaturu yüksəkdir. 42-43 dərəcə təqribən deyirik. Çənələri dimdik formasındadır, dişləri yoxdur və dəriləri quru və vəssizdir. Lakin su quşlarında bir dənə büzdün vəssi var ki, həmin büzdün vəssi vasitəsilə sıxaraq o lələklərini yağlayır və bu da onun suda batmasının qarşısını almış olur. Tənəffüs sistemlərində hava kisələri vardır ki, quşların tənəffüsü 2 qat tənəffüs adlanır. Çünki həm nəfəs alma, həm də nəfəs vermə zamanı qazlar mübadiləsi gedir. Tənəffüs prosesini izah edəndə bu hissəyə toxunacağam. Skeletləri möhkəmdir, yüngüldür və borlu sümüklərin içərisi boşdur. Bu da onu uçmasını asanlaşdırır, biz deyirik. Quşlarda döş dili vardır və döş əzələləri güclü inkişaf eləmişdir. Sidik kisəsi və sağ yumurtalığı yoxdur. Bu da uçma ilə əlaqədar olan bir uyğunlaşmadır. Ürəkləri 4 kameralıdır və məməlilərdən fərqli olaraq bunların ürəklərində sol mədəcikdən sağ aorta qövsü çıxır. Məməliləri izah edəndə deyəcəyik ki, sol mədəcikdən sol aorta qövsü çıxır. Daha sonra mayalamaları daxilidir. Yumurta qoymaqla çoxalırlar. Diri bala doğan ümumiyyətlə quş yoxdur, biz deyirik. Bu sinif kitabında olan deməli şəkildir. Biz şəkildə görürük ki, quşun baş hissəsində nələr yerləşir. Bir cüt dimdiyini görürük. Üst və alt dimdiyi var. Burun dəliyi var. Burun dəliyi həm tənəffüsdə, həm də ki, qoxu bilmədə iştirak edir. Gözləri var, bir cüt gözləri. Hər gözdə isə 3 qapağı var. Necə sürünənlərdə biz qeyd elədik. Quşlarda da, həmçinin suda qurda yaşayanlarda da bir gözdə 3 qapaq olur. Yəni cəmi 6 göz qapaqları var. Qulaq dəliyi ilk dəfə düzdür, xarici qulağı burada demirik. Çünki ilk məməlilərdə birinci yarandığı üçün ilki burada demirik. Amma bunların eşitməsi xarici, daxili və orta qulaqdan ibarətdir. Bədən hansı hissələrdən ibarətdir? Ümumiyyətlə, quşlar sinifinin 8600-dən çox növü var. Və bayaqlarda qeyd etdiyim kimi onların ön ətrafları qanadlara çevrilmişdir. Və bu hissələri mən bayaqları sizlər üçün qeyd elədim. Keçək növbəti səhifəyə. Növbəti səhifədə bədən örtüyü qeyd olunubdur. Ümumiyyətlə biz dedik ki, quşların bədəni lələklərlə örtülübdür, dərisi qurudur, vəssizdir. Bircə dənə büzdün vəssi var ki, su quşlarında. Bu da onların lələklərini deməli yağlanmasında və suda batmasının su elə bil ki, keçirməsinin qarşısını almış olur. Lələklərin gəlin quruluşuna baxaq. Lələklər kontur lələkləri ilə bədən xaricdən örtülmüşdür. Şəkildə bütün lələklərin quruluşu bizdə verilibdir və kontur lələklərinin 3 növü var. Baxaq, hansılardır? Çalma lələklər. Burada çalma lələklər görünmür. Sükən lələklər və örtük lələkləri. Burada daha sonra burada qeyd olunmayıbdır. Deməli, biçim lələklərin altında qu lələkləri yerləşir ki, qu lələkləri örtük lələklərin həm altında yerləşir, həm dərinin örtük lələyi olmayan yerlərində yerləşir, həm də ki, bədən istiliyinin saxlanmasında iştirak eləmiş olur. Həmçinin sap və qıl lələkləri görürsünüz. Sap lələkləri digər lələklərin altında yerləşir və bədən temperaturunun müəyyənləşməsində iştirak edir. Qıl lələkləri isə ağacın künclərində yerləşir və lamisə funksiyasını yerinə yetirmiş olur, biz deyirik. Həmçinin lələklər hansı hissələrdən ibarətdir? Lələk oxundan ibarətdir, yelpikdən ibarətdir və həmin o lələyin dəriyə girən hissəsi isə qələm və yaxud da mil adlanır ki, bu hissələrdən ibarət olmuş olur. Yadınızda saxlayın, lələkdir, pulcuqdur, caynaqdır, sonra dimdikdir. Bunların hamısı buynuz mənşəlidir və dərinin üst qatından əmələ gəlmişdir. Çünki testlərdə soruşa bilər buynuz mənşəli hissələr hansılardır. İndi gəlin keçək deməli quşların skeletinə. Quşların skeletinə baxanda biz ümumiyyətlə deyirik ki, bunların bədəni kəllə, gövdə, bir də ətrafların skeletinə bölünür. Kəllə qutusu da yenə beyin qutusu və çənə skeletindən ibarətdir. Gövdənin skeleti isə onurğa və döş qəfəsindən ibarətdir. Biz dedik ki, ilk dəfə döş qəfəsi sürünənlərdə yaranmışdı. Onurğa sütunu isə boyun, döş, bel, oma, quyruq hissələrinə, yəni 5 şöbəyə bölünür.
Göyərçindən əgər söhbət gedirsə, göyərçində 14 dənə boyun fəqərəsi var biz deyirik. Döş qəfəsində isə sürünənlərdə də dediyimiz kimi 3N plus 1 düsturu ilə tapırıq döş qəfəsinin. Burada N döş fəqərəsinin sayıdır, 2N ona birləşən qabırğaların sayıdır, bir dənə isə döş sümüyüdür ki, bunlar döş qəfəsini biz deyirik ki, əmələ gətirmiş olur. Və döş sümüyünün üzərində döş tili vardır. Sonra keçək ətrafların skeletinə. Ətrafların skeleti bölünür ön ətraf və arxa ətrafa. Ön ətrafın qurşağına hansı sümüklər aiddir? Bir cüt qarğa, bir cüt kürək və bir cüt körpücük. Və buradan da görə bilərsiniz, körpücük sümüyünü veriblər, qarğa sümüyünü veriblər, bir də ki, kürək sümüyü. Bu hissədə kürəkdir, bu hissədə qarğadır, bu hissədə isə körpücükdür. Körpücük sümüyü öndən ikisi birləşərək çəngəl sümüyünü əmələ gətirmişdir ki, çəngəl də quşun qanadları aşağı enən zaman çəngəl sümüyü amortizator rolunu oynayır, biz deyirik. Ön ətrafın sərbəst hissəsinə isə bazu, sait və pəncə sümükləri aiddir. Gəlin bu hissəyə baxaq. Bazu, sait isə mil dirsək sümüklərindən ibarətdir və ön pəncə sümüklərindən ibarətdir. Ön pəncədə barmaqlarda caynaqları yoxdur və 3 dənə barmaq var hər ön ətrafında. Üzr istəyirəm. Deməli, arxa ətrafda isə arxa ətrafın qurşağı bir cüt çanaq sümüyündən ibarətdir. Gəlin çanaq sümüyünə də baxaq. Bu hissədə çanaq sümüyü göstərilibdir. Arxa ətrafın sərbəst hissəsinə isə deməli, bud, baldır və pəncə lüləsi aiddir ki, bunun da uc hissəsində barmaqları yerləşir. Onu da qeyd edeyim ki, çanaq sümüyü 3 sümüyün birləşməsindən əmələ gəlibdir. Qalça, qasıq və oturaq sümüklərin birləşməsindən. Baldır sümüyündə isə incik sümüyü yoxdur quşlarda. Baldır sümüyü yalnız qamış sümüyündən ibarətdir və arxa ətrafında isə 4 dənə biz barmağın olduğunu görürük. Deməli, ön ətrafda 3 barmaq, arxa ətrafda isə 4 dənə barmaq var. Və pəncə lüləsi dedik quşlarda əmələ gəlibdir. Pəncə lüləsinin üzərində isə pulcuqlar olur. Bunlarda bel fəqərələri çanaq sümüyünə birləşir. Bunu yadınızda saxlayın. Daha sonra, məsələn, yumurta qoymaqla əlaqədar olaraq çanaq sümükləri bunların tam birləşmir. Bir də kitabda qeyd olunmayıbdır. Bəzi əlavə məlumatları mən sizə deyəcəm ki, onu əsasən şəkil əsasında salırlar. Kitabda qeyd eləməsələr də. Yadınızda saxlayırsınız ki, quyruq fəqərələrinin bir neçəsi birləşir, büzdüm sümüyünə əmələ gətirir. Sizə sual versələr ki, büzdüm fəqərəsi varmı quşlarda? Xeyr, büzdüm fəqərəsi yoxdur, lakin büzdüm sümüyü vardır quşlarda. Daha sonra qabırğaların, əgər bu hissədə qabırğaların birləşməsinə baxsanız, qabırğaların ilk və son qabırğalar 3 sümüklə birləşir, amma ortadakı qabırğalar 4 sümükdən birləşirlər. Deməli, bunlar hansılardır? 4 sümükdən birləşəndə öndən döş sümüyünə birləşirlər, arxadan döş fəqərəsinə birləşirlər. Özündən əvvəlki ilə, özündən sonraki ilə birləşərək 4 dənə sümüklə birləşmə əmələ gətirirlər. Daha sonra 3 sümükdən birləşəndə öndən döş sümüyünə birləşirlər, arxadan döş fəqərəsinə birləşirlər və bir-birinə birləşmiş olurlar, biz deyirik. Bir də sizə hansı suallar düşür? Ən çox qəbula düşən suallardır. Məsələn, döş sümüyünə ön ətrafın qurşağından hansı sümüklər birləşir? Döş sümüyünə ön ətrafın qurşağından yalnız qarğa birləşir. Kürək və körpücük birləşmir. Çünki bunu da özünüz tibb testində görəcəksiniz bu hissələri. Daha sonra quşlarda biz dedik uçma ilə əlaqədar olaraq sağ yumurtalıq yoxdur. Bunu yuxarıda qeyd eləmişdim. Daha sonra skeletdə nə deyə bilərəm? Bunlarda indi əzələlərini də izah eləyəndə deyəcəm. Ümumiyyətlə, quşlarda uçma ilə əlaqədar olaraq cüt döş əzələləri yaxşı inkişaf eləmişdir. Yəni, 2 ədəd döş əzələsi var, yaxşı inkişaf etmiş və bu əzələlərin kütləsi bədəndə olan digər əzələlərin ümumi kütləsinə bərabərdir. Yəni, ümumi kütləsinin 50%-ni təşkil edir. Və döş əzələlərinin əsas funksiyası ondan ibarətdir ki, qanadları endirməkdə rol oynayır. Körpücük altı əzələlər isə qanadın qaldırılmasına xidmət eləmiş olur. Qabırğaarası əzələlər yadınızdadırsa, bu döş qəfəsi inkişaf eləyəndən sonra biz deyirik ki, qabırğaarası əzələlər inkişaf eləməyə başlamışdır sürünənlərdə və quşlarda da qabırğaarası əzələlər tənəffüs zamanı döş qəfəsinin həcminin dəyişilməsində iştirak edir, yəni dəyişilməsini təmin eləmiş olur. Uça bilməyən quşlarda ayaq əzələləri xüsusilə güclü inkişaf eləmişdir, çünki onlar gücü verirlər aşağıdakı ayaq əzələlərinə.
Bu əzələlər haqqında bu qədər. Bir də belə bir cümlələri siz qarşılaşa bilərsiniz. Məsələn, döş əzələlərinin digər əzələlərə nisbəti. Mən bayaq qeyd elədim ki, döş əzələləri bədəndə olan digər əzələlərin ümumi kütləsinə bərabərdir. Cümlələrə diqqət edin. Biz dedik 2 dənə döş əzələləri var. Məsələn, sizə belə cümlə dersələr ki, döş əzələlərinin digər əzələlərə nisbəti desələr, onda birin bir nisbətini götürürsünüz. Yox, bir dənə döş əzələsinin digər əzələlərə nisbətini desə, onda birin 3 nisbətini götürəcəksiniz. Yox, əgər cümləni belə versək ki, döş əzələlərinin ümumi əzələlərə nisbəti desə, ümumi əzələlərə nisbəti, onda birin 2 kimi götürəcəksiniz. Daha sonra məsələn belə cümlə verə bilər ki, döş əzələsinin, yəni bir dənə döş əzələsinin ümumi əzələlərə nisbəti, onda birin 4 nisbətində götürə bilərsiniz. Bir də bayaq deyəsən onu vurğulamadım. Quşların dişləri yoxdur və onun bəs deyə bilərsiniz ki, funksiyasını nə yerinə yetirir dişlərin funksiyasını. Bunları da indi qeyd edəcəm həzm sistemində. Əzələli mədə var ki, həmin onun funksiyasını əzələli mədə yerinə yetirmiş olur. Bu oldu bizim deməli skeletimiz. Sonra növbəti səhifəyə keçək. Növbəti səhifədə bu hissələri mən qeyd elədim. Büzüm sümüyü var, amma büzüm fəqərəsi yoxdur. Quşlarda döş dilə əmələ gəlmişdi. Ön ətrafında hansı sümüklərə aiddir, arxa ətrafında hansılar var, bunların hamısını qeyd elədim. Keçək həzm sisteminə. Həzm sistemində quşlarda biz bayaq qeyd elədik ki, nələr əmələ gəlmişdi? Dimdiklər əmələ gəlmişdi, üst və alt dimdiklər və ağızda dişləri yoxdur. Qida ağızdan udlağa, oradan da qida borusuna keçir və quşlarda çinədan var. Çinədan nədir? Çinədan qida borusunun genişlənmiş hissəsidir. Biz bunu öncəki dərslərdən də bilirik. Və biz deyirik ki, bəs çinədanın funksiyası nədir? Bəzən uşaqlar sual verir. Çinədanın funksiyası burada qida yumşalır və mədəyə düşmüş olur. Mədə özü 2 hissədən ibarətdir. Vəzli və əzələli mədə. Vəzli mədədə qida həzmçilərinin təsirindən islanır, yumşalır. Əzələli mədədə isə dişlər olmadığından, baxın, bayaq qeyd elədiyim hissədir. Dişlər olmadığından həmin bu əzələli mədə dişlərin funksiyasını yerinə yetirir. Yəni, mədədə burada kiçik daşçıqlar olur ki, qida sanki xırdalanmış olur. Daha sonra həzm olunur. Həzm olunmayan qida qalıqları isə kloakaya keçərək kloaka dəliyindən xaric olunmuş olur. Bu da oldu quşların deməli həzm sistemi. Bu hissələrə mütləq diqqətli olursunuz. Bir də məsələn şəkli bir dəqiqə yaxınlaşdırım. Çinadandır, qida borusudur və bu hissələrə şəkildə mütləq diqqət edirsiniz. Dimdikdir, udulaqdır, ağızdır, qida borusudur, çinadandır, qaraciyərdir və qaraciyərin şəkli düşmüşdür. Sol yumurtalıqdır. Biz deyirik ki, bunlarda yalnız bir dənə yumurtalıq var, bayaq qeyd elədik. Yadınızda saxlayın, vəzli mədə öndə yerləşir, kiçikdir. Əzələli mədə nisbətən ondan arxada yerləşir, böyükdür. Mədə altı vəzlisi var, dalaq, bağırsaq, böyrək, sidik axarları, klauka, sol yumurtalıqda bayaq qeyd elədik. Deməli, bu şəkillərə mütləq diqqət edirsiniz, çünki şəkillərdən özünüz də bilirsiniz ki, suallar düşür. Sonra baxaq hansı sistem gəlir? Tənəffüs sistemi gəlir. Tənəffüs sistemi bunlarda necədir? Deməli, ağciyərlə tənəffüs gedir, lakin bunlarda ön hava kisələri və arxa hava kisələri əmələ gəlmişdir. Hava kisələrinə harada rast gəlinir? Dərinin altında, daxil orqanların arasında və borlu sümüklərin içərisində. Bu hissəni əzbərləyirsiniz, çünki suallar düşür. Dimdə də görəcəksiniz bu tip suallar var ki, hava kisələrinə harada rast gəlinir. Və quşlar həm nəfəs alma, həm nəfəs vermə zamanı qazlar mübadiləsi baş verdiyi üçün quşlarda biz bunlarda 2 qat tənəffüs deyirik. Quşlarda tənəffüs necə adlanır? 2 qat tənəffüs adlanır biz deyirik. Sonra mən digər şəkildə də sizə göstərmək istəyirəm burada. Deməli, burada quşların tənəffüs sistemi ilə bağlı şəkil var. Hava kisələrini falan göstərib sxematik. Bu şəkli deyirəm. Deməli, burada nəyə diqqət edirsiniz? Bunu zaten növbəti, bundan öncəki dərslərdə biz keçmişdik. Bəli, burada biz quşların tənəffüs sistemini görürük və quşlarda hava kisələri
uçan quşlarda uça bilməyənlərə nisbətən daha böyük olur. Və bu şəkil 10-cu sinifdə kitabında verilən şəkildir. Yadınızda saxlayın, quşlar havadakı oksigenin 80-90%-ni istifadə edir. Məməlilər isə 20-25%-ni. Çünki buna aid testlər var. Həm modul testlərdə bizim qarşımıza çıxmışdı və artıq yeni DIM testində həmin tipli məsələləri əlavə ediblər. Ona görə məsələləri işləmək üçün siz bu faizi mütləq ki, bilməlisiniz ki, o məsələləri rahatlıqla işləyə biləsiniz. Bayaq qeyd elədik ki, ağciyərin önündə ön hava kisələri var, arxasında arxa hava kisələri var və bu ağciyərdir. Nəfəs alma və nəfəs vermə prosesləri burada qeyd olunubdur. İndi gəlin baxaq görək, nəfəs alanda hava hara daxil olur, nəfəs verəndə hava necə baş verir bu proses. Nəfəs alan zaman yadınızda saxlayın, hava ağciyərləri və arxa hava kisəsinə daxil olur. Və burada oxlarla da bu hissəni silim, daha diqqətli görə bilərsiniz. Baxın, hava neyniyir? Daxil olur hara? Bir ağciyərə daxil olur. Bir də arxa hava kisəsinə daxil olur. Nəfəs verəndə isə deməli nə baş verir? Artıq ön hava kisələrindəki və ağciyərdəki olan hava, deməli ağciyərdəki olan hava keçəcək ön hava kisəsinə, ön hava kisəsindəki olan hava çıxacaq xaricə, arxa hava kisəsindəki olan hava isə ağciyərə daxil olmuş olacaq. Və beləliklə həm nəfəs alma, həm nəfəs vermə zamanı nə baş verəcək? Qazlar mübadiləsi baş verəcək ki, biz ona görə də burada deyirik ki, 2 qat tənəffüs prosesi baş vermiş olur. Qan damar sistemindən davam eləyək. Quşların qan damar sistemi ümumiyyətlə ürəkləri 4 kameralıdır. Ürəkdə qan qarışmır. 2 qulaqçığı, 2 mədəciyi var. Və sol mədəcikdən sağ aorta qövsü çıxır. Şəklə bir dənə diqqət eləyin. Sağ aorta qövsünü görürsünüz. Deməli, sol tərəfdə bildiyimiz kimi arterial qan, sağ tərəfdə isə sağ qulaqçıqdan sağ mədəcikdə venoz, sol qulaqçıqdan sol mədəcikdə isə arterial qan olur. Bunlarda da kiçik və böyük qan dövranı baş verir. Eynən bundan öncəki keçdiklərimizdə olduğu kimidir, amma istəyirsiniz bir daha burada yenə də toxunaq. Məsələn, böyük qan dövranında necə olur? Deməli, sol mədəcikdən hansı aorta qövsü çıxır? Sağ aorta qövsü çıxır. Gedir bədənə bütün qanı paylayır, çevrilir venoz qana. Venoz qan isə gəlir ürəyin sol qulaqçığına, yəni tökülmüş olur. Kiçik qan dövranında isə nə baş verir? Kiçik qan dövranında sağ mədəcikdən ağciyər arteriyası çıxır, gedir ağciyərlərə, qazlar mübadiləsi gedir, arterial qana çevrilir və gəlir ürəyin sol qulaqçığına tökülmüş olur. Bu da olur kiçik qan dövranı. Və bayaq da bunu qeyd elədik ki, onların bədən temperaturu yüksəkdir. İfrazat sistemi necədir? Bir cüt böyrəkləri var. Bir cüt sidik axarı var. Bunlarda sidik kisəsi yoxdur. Həmin sidik axarları da elə gəlir kloakaya açılmış olur, biz deyirik. Daha sonra sinir sisteminə gəlin baxaq. Sinir sistemi ümumiyyətlə burada şəkil var. Şəklə mütləq diqqət eləyin. Çünki özünüz bilirsiniz ki, şəkillərdən çox suallar salırlar. Bunlarda baş beyin, onurğa beyin biz dedik, ilk dəfə balıqlarda belə gəlmişdi. Bunlarda da hər heyvandan get-gedə daha yüksək səviyyəyə gəlib çatmışdı sinir sistemi. Bunlarda ön beyin quşlarda yaxşı inkişaf etmişdi. Beyin yarımkürələri əmələ gəlmişdi və burada siz şəkildə də beyin yarımkürələrini görürsünüz. Sadəcə olaraq məməlilərdə daha yüksək səviyyədədir. Bunlarda beyin yarımkürələrinin üzəri qırışsızdır. Amma beyinciyin üzərində fikir verin. Deməli, qırışlar vardı və bu hissədə qırışlar vardı, biz deyirik. Ona görə də beyincin də funksiyası mürəkkəb hərəkətləri koordinasiya etməkdir. Sonra hiss orqanlarına keçək. Bunlarda hiss orqanları görmədi, eşitmədi, qoxu bilmə zəif inkişaf etmişdi. Dərsin əvvəlində də qeyd elədim ki, hər gözdə 3 qapaq var. Eşitmə orqanı 3 hissədən ibarətdir. Daxili, orta və xarici qulaqdan. Bunu da yuxarı bayaqları dərsin əvvəlində qeyd elədim. Daha sonra keçək hansı hissəyə görə, hansı hissə gəlir, səfərlərimizə çoxalması gələcək. Bəli, quşlar yumurta qoymaqdan çoxalır. Biz dedik, uçma ilə əlaqədar olaraq onlarda sağ yumurtalıq reduksiya olunmuşdu. Tək sol yumurtalıq inkişaf eləmişdi ki, onun da axarları kloakaya açılır və bunların mayalanması daxilidir. Nəsil qayğısına bunlar deməli qalırlar. Güclü inkişaf etmişdi nəsil qayğısına qalmaq.
Yumurtanın quruluşu sizə düşə bilər. Şəklinə gəlin diqqət eləyək. Və boşluq olan hissə hava kamerasıdır. Və bu hissədə rüşeyin diski var. Yumurta sarısını görürsünüz, yumurta ağını görürsünüz. Və bu hissədə və belə burulmuş şəkildə olanlar deməli ciyələrdə, xalazlarda deyirik biz buna. Və qabıqaltı pərdəni görürük və yumurtanı xaricdən örtən yumurta qabığını görmüş oluruq. Keçək inkişaf tiplərinə balaların. Quşlar idi yumurta qoymaqdan çoxalır və onların inkişaf dərəcəsindən asılı olaraq balaları iki tipdə olur. Biri var cücə balalılar, biri var ətçə balalılar. Cücə bala ilə ətçə balanın fərqi nədir? Gəlin şəkillərə baxaraq bir-bir izah edək. Baxın, burada siz cücə balanı, bu tərəfdə isə ətçə balanı görürsünüz. Fərqləri nədən ibarətdir? Birinci hansı quşlar aiddir? Gəlin baxaq. Toyuqdur, ördəkdir, qazdır, bu quşlardır. Bunlar cücə baladır. Sərçədir, göyərçindir, nə bilim digər quşlardır. Bunlar isə ətçə balalardır. Fərqləri nədən ibarətdir? Bax, görürsünüz, cücə balaların bədən örtüyü qul lələklərindən örtülüdür, gözləri açıqdır, yumurtadan çıxan kimi özləri gəzə bilirlər. Lakin ətçə balalılarda isə bunun əksi prosesidir. Aciz olurlar, gözləri bağlı olur, qulaq dəlikləri qapalı olur. Onlar uzun müddət valideynləri tərəfindən deməli qidalandırılır və beləliklə bunlar ətçə balalılar adlanır. Əslində aralıq mövqe tutan quşlar da vardır. Deyəsən onu burada qeyd etməyiblər. Aralıq mövqe tutanlar hansılardır? Məsələn, biz deyirik ki, bayquş kimlərdir, leylək kimlərdir, bir də qızıl quş kimlərdir ki, bunlar ətçə bala ilə cücə bala arasında aralıq mövqe tuturlar və hansılara aiddir qeyd elədik. İndi gəlin baxaq, burada miqrasiyası var, quşların miqrasiyası. Deməli, quşlar biz bilirik ki, bəzi quşlar payıza doğru olanda cənub istiqamətində, yəni isti ölkələrə uçub gedirlər və bu quşların köçməsi və yaxud da miqrasiyası adlanır və yer dəyişməsinə görə quşları bölürlər oturaq quşlara, köçəri quşlara və uçub gedən quşlara. Bunların bir-birindən fərqi nədir? Oturaq quşları adından da bəllidir. Onlar yaşadığı yeri heç vaxt tərk eləmirlər. Misal olaraq sağsağanı, ev sərçəsini, çöl göyərçini misal göstərə bilərik. Köçəri quşla uçub gedən quşu əsasən fərqləndirmək lazımdır. Köçəri quşlar biz deyirik ki, 100 və yaxud da 1000 kilometr məsafə qət eləmiş olurlar uzaqlaşanda. Məsələn, tutaq ki, yuvalama yerini tərk eləyəndə. Uçub gedən quşlar isə onlar yuvalama yerindən 1000 və yaxud da 10 minlərlə kilometr uzaqlaşırlar və hər birinin misalını tək bilmək lazımdır. Bir də ki, uçub gedən quşlardan fərqli olaraq bu köçəri quşların daimi qışlama yerləri olmur. Yəni dəqiq yer dəyişmə marşrutları olmur, amma uçub gedən quşların dəqiq yerləri olur. Hər birinə misal da burada verilibdir. Bunları mütləq öyrənirsiniz. Köçəri quşlara boz qarğa, sağca arı quşu, uçub gedən quşlara isə sarı köynəkdir, qaranquşdur, bülbüldür, qazdır, ördəkdir və s. Bunlar da uçub gedən deməli quşlara aid olur. Daha sonra burada nə gəlir? Gəlin baxaq. Quşların ekoloji qrupları və quşların əhəmiyyəti gəlir. Məsələn, burada biz dimdiklərinin formalarını görürük və yaxud da ayaqlarında barmaqların quruluşunu görürük. Bunlara mütləq diqqət edirsiniz. Gəlin indi baxaq görək burada hansı ekoloji qruplar bizə təqdim olunubdur. Məsələn, bitki yeyən quşlar, bunlara diqqət edin. Bunlardan çünki suallar gələ bilər. Məsələn, bitki yeyən quşlar adından da bəllidir. Nə ilə qidalanırlar? Bitkilərdən qidalanırlar. Onların meyvəsi ilə, toxumları ilə qidalanırlar. Bunlara məsələn payız bülbülüdür, meşə xoruzudur, tetradı misal göstərə bilərik. Həşəratla qidalanan quşlar da vardır ki, bunların xarakterik xüsusiyyətini bilməlisiniz. Deməli, bunlarda dimdiklərinin quruluşu nazikdir, iti dimdikdir və iti caynaqdan uzun barmaqları olur və bu tip suallar düşür. Yırtıcı quşlar iki yerə bölünür, gündüz və gecə yırtıcıları. Bunlarda yadınızda saxlayın, bu sual düşmüşdü. Deyir, hansı quşlarda dimdikləri qarmaq kimi aşağı əyilmişdir, qısadır və güclüdür. Yırtıcı quşları götürürsünüz. Arxa ətraflarında iti caynaqları olur. Təbii ki, yırtıcı olduqları üçün bu qidalandıqlarına görə bu uyğunlaşmalar əmələ gəlmişdir. Döş və ayaq əzəlləri güclü inkişaf etmişdir. Gündüz yırtıcılarına qartalı, şahini, qırğını, gecə yırtıcı quşlarını isə bayquşdan yapalaqlarını misal göstərə bilərik. Sonra var hər şey ilə qidalanan quş. Hər şey ilə qidalanan quşlardakı sərçə və qarğalardır.
Sonra meşə quşları var, açıq sahə quşları var, sahil quşları var. Yəqin ki, bunları tanıyırsınız, amma bir də üzərindən bir dəfə keçək. Çünki testlərdə var. Meşə quşları hansılardır? Ağaçdələndir, qaratoyuqdur, tetradır, meşə xoruzudur. Bunların xarakteri xüsusiyyəti nədir? Qanatları qısadır, amma quyruğu nisbətən bunların uzun olur ki, bu da onların ağac və kollar arasında uçmasını asanlaşdırmış olur. Açıqlıq sahə quşları, bunlarda da ayaqları güclü olur, boynu uzun olur. Bu isə onun həm düşməndən gizlənməsinə, həm də ki, təhlükəni görməsinə şərait yaratmış olur. Doydaqdır, durnadır, dəvə quşudur. Bunlar açıq sahə quşlarına aiddir və burada siz doydağı, durnanı görə bilərsiniz. Sahil və bataqlıq quşları. Sahil və bataqlıq deməli quşların xarakteri xüsusiyyəti nədir? Başqa şəkil yoxdur. Deməli, bunlarda yenə də ətraf və boyun uzun olur, dimdik iri olur və leyləklə bağları sahil və bataqlıq quşlarına misal göstərə bilərik. Su quşlarında vəziyyət necədir? Onların bir çoxu yaxşı üzür, suya baş vurur, uçur və bədənləri uzunsov olub, ayaqları bədənin arxa hissəsində quyruğa yaxın yerləşir ki, bu da onun suda hərəkətini asanlaşdırmış olur. Sonra hansılar gəlir, gəlin baxaq. Quşların deməli, pingvinlər də var. Gəlin onlardan danışaq. Bunlardan çünki testlər düşür. Pingvinlər də su quşlarıdır. Onlarda ayaqlarda barmaqları arasında üzmə pərdəsi olur. Çünki sual düşmüşdük, aşağıdakilərin hansında üzmə pərdəsi var. O zaman pingvini götürəcəksiniz. Və suda üzməsində əsas rolu oynayan arxa ətraflardan qanatlarıdır. Döş dili də bunlarda yaxşı inkişaf etmişdi və quruda şaquli vəziyyətdə dayanır. Bu sualda testə düşmüşdü. Quşların əhəmiyyəti nədir? Quşlar biz deyirik ki, həşəratlarla qidalanırlar, gəmiricilərlə qidalanırlar və onların sayını azaltmaqla fayda vermiş olurlar. Daha sonra özləri qida zəncirində iştirak edir, yəni digər canlıların qidasını təşkil edir. Bəzi tropik quşları vardır ki, çox kiçik, ən kiçik quş elə biz deyirik kalibri quşudur ki, bu çiçəyin nektarı ilə qidalanaraq belə bitkilərin tozlandırılmasında iştirak edir. Tozlama dərsində də bunu qeyd eləmişdik və bunları deyə bilərik quşların əhəmiyyəti olaraq. Sonra gəlir məməlilər sinifi. Bu artıq növbəti dərsin mövzusudur.